Salam, kanalıma xoş gəlmisiniz. Bugün mən sizinlə yenə aldığım çantamın içində nələr yerləşdirəcəm onu göstərmək istəyirəm. Bu çantanı 10 manata almışam. Cəmi cümlətlərini 10 manata almışam. Əgər sizlərə maraqlı olsa, həmin o mağazanı çəkərəm. Orada çoxlu çantalar var, hər biri 10 manata. Bu biraz geniş çanta olduğu üçün, yəni mənim örgəşdiyimin əksinə biraz daha iri enli çanta olduğu üçün düşünürəm ki, bura əlavə şeylər çox gedəcək. Sizdən öncə qabaq yerləşdirdiyim bunlar idi. Spirt, olmazsa olmazımız. Kaşlyok kiçicik. Keçid kartı, hansı ki kartları artıq çıxardıb içindən belə yığmışam. Keçid kartlarım. Bir dənə maska. Təzədir, işlənməmiş, həmişə özümlə götürürəm. Evin açarı, blesk, pomada və Dədə Baba üsulu qulaqcıqlar. Bu çanta böyük olduğu üçün mənə şans verəcək ki, mən maşın açarını da həmçinin bir ədəd salfetkanı da içinə yerləşdirə bilim. Bunu bağlamaq buna. Belə, maraqlıdır kiçik sumkadan nisbətən böyük sumkaya adaptasiyam necə keçəcək.